Salam gözəl xanımlar, gözəl müştərilərimiz. Bugün biz sezondur başlamışıq vişnə döyməcinə. Vişnə döyməcinə başlamışıq. Vişnə döyməci burada elə bir 10 kilo vişnədir çıxartmışıq çərdəyin. Burada 8 kilo vişnədir. Bir kilo yarım da alçadır. Bunları qəşəng çərdəklərini çıxartmışıq, üst-üstə tökmüşük. İndi buna biz tökürük 3 böyük qaşıq duz. Baxın 3 qaşıq duz. 2 qaşıq pesok. Baxın 2 qaşıq pesok tökürük. 2 qaşıq pesok tökürük qızlar. Sonra tökürük burada. Onu bankalara tökərik. O çünki bax qızım. Burada 3 dəstə reyhandır, 5 dəstə də cəfəri, 3 dibdə sarımsaq. Baxın sarımsağı da görürsünüz belə. Çox xırda doğramayın. Yəni doğğa üçün doğrayırsa belə doğramayın. Bu döyməcdir. 5 dənə cəfəri dəstə, 3 dənə də reyhan. Ağ reyhan da ola bilər, qara reyhan da ola bilər. Bunları üst-üstə töküb qarışdırırıq. Bankalara yığırıq. Bax belə. Biraz saxlayın. Belə qarışdırırıq qızlar. Görün nə gözəl. Görün nə gözəl. Alçadır, sarımsaqdır, petruşkadır. Yəni reyhan. Həm qırmızı reyhan, həm də ki ağ reyhan vura bilərsiniz. Dadı super olur da qızlar. İndi o duz da ki sizin zövqünüzcədir. Yəni 3 qaşıq biz tökdük. 8 kilo vişnə, təmizləmiş vişnəyə. İstəyirsiniz çoxaldın, istəyirsiniz azaldın. Sonra bankalara yığanda da 700 qrama 1 qaşıq sirkə, 1 qaşıq sirkə tökürük. Üzüm sirkəsi. Öz soku çıxır. Soku əgər az olsa qaynar su töküb 5-10 dəqiqə qaynadıb ağzın təzə qapağına bağlayıb qışa saxlayırıq. Gözəl xanımlar, bunu indi təkrar bunu bankaya yığırıq. Baxın belə, yenə deyirəm resepi, yığırıq bunu. Baxın 1 kiloları bax belə 700 qramla 10 dəqiqə su qaynayandan sonra 10 dəqiqə qaynayır. Qaynayandan sonra qızlar bunu qəşəng ağzına elə bir qapağı da təzə olmalıdır. Baxın. Təzə qapaq olmalıdır. 1 qaşıq sirkədir. Onu da göstərərik sizə. Çırp ki nə qızım. Bir balaca çırp. Ay sağ ol. Bax doldururlar. Bax belə. Doldur, qorxma. Biraz da doldur. Qəşəng dolsun. Hə indi sirkəsini də tök. Gördünüz yox. Sok azdır. Soku. Qaynaya soyu çanıqdan tökürsüz. 1 kilolu 10 manatlı, 700 qramı 8 manatlı. Bir de yarı tök. Həmsi. Səndə orada qaynar su var çanıqda. Yorulmayası çox sağ olun. Baxın xanımlar. Qaynaya soyu, əgər soyu azdırsa, qaynaya soyu töküb, bunu da tökə bilərsən. Qoyub 10 dəqiqə qaynadıb ağzını bağlayırsınız. Baxın, görürsünüz. Sirkədəki hərəsinə 700 qrama 1 qaşıq sirkə, üzüm sirkəsi. Üzüm sirkəsi 1 qaşıq. 1 kilolara qaşıq yarım. O üstünə də tök. Qardır. Ya Zəhrə, nə vurursunuz? Şu. Nanə. Ağzını qoyursunuz, 10 dəqiqə qaynadırsınız qızlar. Sonra qapağını sıxırsınız.